Astaranın dağ kəndi olan Niləşəh kəndindəyik. Burada sitrus bağlarına ciddi ziyan dəyib. Ağaclarda olan meyvələr, narıncı meyvəsi ağacın elə özündə çürüyərək tamamilə yararsız hala düşüb. Astaranın sitrus bağlarında 50-70 qəpiyə təklif olunan naringi məhsulunun alıcısı demək olar ki, yoxdur. Bol məhsul isə ağaclarda qalaraq çürüyür. Fermerlər ilk dəfədir ki, belə hala qarşılaşdıqlarını bildirirlər. Astara rayonunda bu il naringi bağlarında yüksək məhsuldarlıq müşahidə olunur. Bol məhsul əldə etdiklərinə sevinən fermerlər satış zamanı alıcılıq qabiliyyətinin zəif olması onları çətin vəziyyətə salıb. Əsasən də rayonun ucqar dağ kəndi olan Niləşədə bağlarda naringi məhsulu ağacın üstündə çürüyərək tamamilə yararsız hala düşüb. Fermerlər ilk dəfədir ki, belə halla qarşılaşdıqlarını deyirlər. Belə bir şey neçə ildir məhsuldaririk, belə bir şey heç görməmişik. Birinci dəfədir ki, belə bir şey görürük, dəhşətdir. Belə bir şey heç görünməyib. Ağacda çürüsün biz belə şey görməmişik. Ambarda saxlayardıq, bayrama saxlayardıq, biraz baha sataq deyə, onda biraz çürüyərdik. Ağacda belə bir şey müşahidə eləməmişdik, dəhşətdir. Təxminən ton yarım, 2 ton ziyan dəyib. Məhsula dəhşətdir. Dedi biraz geclərək, şaxta yox idi də, dedi biraz geclərək, dəhşətdir. Şam kimi əriyib gedir. Qiymət neçədir məhsul? Qiymət 60-70 qəpik arasında dəyişir. Heç də ürək açan deyil qiymət. Onu da alan yoxdur. Yox da, alan yoxdur, məcburi dəyər dəyməzə satırıq. Bilmirik bu nədəndir, bu çürüyüb gedir. Hamısı belə, ağacın dibində. Elə silkələdik, töküldü yerə, çox. Satışı necədir bunu təşkil edirsiniz? Satışı 50 qəpik, 70 qəpik, 80 qəpik indi lap iri mallar olsa 80 qəpiyə, yəni alıcılar onu alırlar. Ha beləncə böyle 50 qəpiyə belə mandarindir. 70 qəpiyə biraz yəni İlk dəfədir belə halına rastlaşdınız? İlk dəfədir, bəli, ilk dəfədir. Ben o 30 ildir bu ağacları əkmişik. Birinci dəfədir belə hadisəyə rast gəlirik. Mövcud vəziyyət fermerlərə ciddi maddi ziyan vurub. Ona görə də fermerlər məhsulu dəyər dəyməzinə satır. Qiymət 50-70 qəpik arasında təklif olunur. Fermerlər onu da əlavə etdilər ki, bu il ümumilikdə bağdan təqribən 3-4 ton məhsul yığmaq mümkün olub.